Atam bizi apardı ayaqqabı almağa. O vaxtı Bakının istehsalı var idi, Sovet İttifaqı idi da. 3-cü, 4-cü sinifdə oxuyuram. İndi də mənim 52 yaşım var. O üçün qardaşlarım üçün aldı. Mən bir dənə ciyər rəydə ayaqqabıya xoşum gəldi. O da 24 manat idi. Amma bir üçün alınan ayaqqabı 6 və 7 manat idi. Razmerinə görə dəyişirdi. Qara ayaqqabılardı bağlı. Amma mən bəyəndiyim bir ayaqqabı vardı ciyər rəydə. Sanki indi danışıram. Həmən vermək gözümün qabağına gəlir. Həmən ayaqqabı o qədər içimdən gəlib ki, həmən anlar. O ayaqqabının rəngi elə indi gözümün qabağındadır. Həmən səhnə atamın o şeylərin arasından, polkaların arasından getirməyi yenə elə bir gözümün önündən gəlir. O üçün gəldim ayaqqabıya baxdım, mən dedim bunu istəmirəm də, bunu istəyirəm. Ailədə fərqlilik ola bilməzdi. Çünki atam 70 manat maaş alırdı, elə bölünürdü ki, yəni ondan 20 qəpik yuxarıya xərcləmək mümkün yoxdur, çünki yox idi. Mən ayaqqabını almadım. Atam da mənim almamağıma görə heç bir qarşı gəlmədi mənə. Çıxdıq getdik, atama dadaş deyərdi. Dadaşım almadı. Çıxdıq gəldik evə. Mən də velsivetləri, köhnə velsivetləri yığardım. Üçündən, ikisindən bir dənə, raması, şişi, zat. Yəni ucuz alardım, ikisindən, üçündən bir dənə yığardım. Uşaqlara verərdim. Elə bir kəndi kuruq, 30 qəpik, 10 qəpik xaltur eləyərdim. Gəldim uşağımda. Bir dənə o vannalar vardı. O vaxtı bizim bacılarımız, analarımız paltarları ona qoyub ot yandırarlar, qaynadarlar. Ondan bağladım. Velsivetim vardı. Desnaki, belə balaca təkəri. Bağladım onun arxasına. Getdim aşağıda bizim ətrafımızda tərəvəz çili idi. Pomidor əkərdilər. Pomidor əkədilər, belə pomidor əkən qızlar zatlar da erkən yaşlı uşağım da 4-də 5-də oxuyan, 4-də oxuyurduq, hardasa 3-də ya 4-də ibtidai sinif idi. O qızlar da çox belə balaca uşaq olduğuma əziz deyərdilər bizləri. Tomat yığıb tomat zavoda, konserva zavoda verərdilər pomidor, amma işlərində yaxşısı olardı, yemək üçün də yaxşısı olardı. O velsivetdən pomidoru daşıyardım, yığardım, tezdən də maşın tutardım, xaltuşkilər vardı, avtobusla. Çıxardıq. Yola aparardım, satardım, satdım. Bir gündə ayaqqabını aldım, gətirdim, qoydum piləkənə. Atam gəldi, gördü ki, mən ayaqqabını alıb qoymuşam. Heç saat demədi. Odur ki, əzablı günlər bizi gətirdi, buralara çıxartdı. Şükür bu günümüzə atamızın burada yuxarıda ev tikmişəm. Atam burada bir növrəsini qoyub, ətrafımız bulaqdır. Yəni gecə gündüz o su axır. Bir dənə bulaq vardı, atam oradan qırışqa ilə su vurardı. Qırağında da bulaq otu vardı. Ondan dərərdi, ayran aşı ilə yeyərdi. Həmən pələmənin yerində yekə bir villa qaldırdım.